Bu ölkənin Xarici İşlər Naziri Frank-Walter Steinmeier bildirib ki, münaqişə ilə bağlı status quo uzun müddət davam edə bilməz. Almaniyanın Xarici İşlər Naziri onu da deyib ki, münaqişənin sülh yolu ilə həlli istiqamətində tərəqqiyə nail olmaq üçün ATƏT sədrliyi dövründə bir sıra fəaliyyətlərin həyata keçirilməsini nəzərdə tutur və Almaniyanın 7 maddəli planı zorakılığın artması potensialının qarşısını almağa yönəlib. Plan Ermənistan-Azərbaycan münaqişəsinin davamlı sülh yolu ilə həllinə dair yol göstərmək, həmçinin Minsk qrupunun işinin intensivləşdirilməsi, potensial kompromis nöqtələrinin araşdırılması və yekun olaraq uzun müddətli sülh sazişi üçün danışıqların aparılmasından ibarətdir. Bugünə baxırsınız və biz buraxılışımızı davam etdiririk. Azərbaycanda fəaliyyət göstərən bütün kredit təşkilatları xarici valyutada istehlak kreditlərinin verilməsini bir ay müddətinə dayandırıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə qadağa tədbiri istehlak kreditlərinin